Orada çınarın başında sniper yer çıxaqıydı. Onu da çəkir. Erməni snayperçisinin dayandığı yer olub. Bax, maşınımız da bugünə düşdü. Palçığın içərisindədir. Yavaş-yavaş sür. Gedir Yağdərəyə. Kesildi. Bir dəfə getdi acından öldü ya. Sır gedir. Разумом мучили голову, былые раны, все относительно. Ağdərə buradan başlayır da. Deposu var. Buradan artıq su qovşan başlayır. Sağa Talışdır, Talış kəndi. Sola da Ağdərədir. Şimdi Ağdərənin mərkəzinə gedirik də. İş gedir, dayalı buralarda. Orada içərdə də post var. Yəni gözü görünmür. Bizi Ağdərəyə buraxmadılar. Çünki siz də gəlsəniz Ağdərəyə gələ bilməyəcəksiniz. Buradan su qovşandan keçib gedə bilməyəcəksiniz. Çünki dediyim kimi Ağdərəyə yalnız orada işləyənlər, xüsusi orada portalda işləyənlər, yaşayanlar, sakinlər belə onlar giriş eləyə bilərlər. Biz buradan da su qovşanı görək, daha sonra Talışa gedək, Talış kəndini də bir yerdə görüb heç nə qayıdarıq. Yəni o yolda çıx, Tapqara qoyundan çıx. Eləyəcəm. Oldu. Sağ olun. Suyun rənginə bax. Sevdiyədir ki, ben suyun rəngi. Keç. Burada belə bir Alban kilsəsi var. 1898-ci ildə inşa edilmiş bu məbəd Qarabağ zonasında ənənəvi Alban dini memarlıq məktəbinin elementlərini özündə ehtiva edir. Bəli, bu da gördüyünüz kimi su qovşan su anbarıdır. Su qovşan su anbarı. Yaxın gələcəkdə burada bir çox su idman növləri keçiləcəyi deyilir. Üzü yaya gedir. Təbii ki, yay gəldikdə buralar canlanacaq. Oturmağa yer. Yəni uşaqlar üçün, böyüklər üçün, sakinlər üçün, buraya gələn insanlar üçün belə şərait yaradılıb, hansı ki istirahət etmək olar. Yeməyə yalnız kebabdır. Laf yaxşı. Allah canına sağ ol. Sağ ol. Allah dəyməsin. Belə, bu da su qovşanın içərisində olan məsciddir. Yeni məsciddir. Savaşlar nəsə kömək lazım. Qabım var. İrəldə zapravka var. Sonra benzin alaq gətir. Əziyyət, xoşdur. Burada bir aspetrol gördük gələndə yolun qıramında. O görün boyundur, əmin. Buradan orada yol var da, hə? Həqiqətən Qadir kəndi. Zaborca çəkilmişdi. Bu tərəfdə gedən nizamımızı bastıra bilmirdi ya. İkiyə gedirik. Sonra ondan sonra bir qala kimi zabor çəkildi. Həqiqətən şəhid vermiş. Allah bütün şəhidlərimizə rəhmət etsin. Sağ olun qardaşım. Başqa nəsə lazımdır? Evet, canınıza sağlıq qazanın. Yol əladır. Deməli bax, buradan Tapqara qoyunu, Naftalan, bəli, Ağsaqqalın kəndi, hansı ki ora Goranboy rayonuna baxır. Buradan da düz Talışa gedir. Bu yəqin ki,
Köhnə talışdı o da Kəndin içərisində belə bir kafe var. Burada yaşayanlar siz. Salam edək. Nətərs? Nə qədər adam yaşayır burada? 20 ailədir. 20 ailədir. Çox gözəl. Nə qədər müddətdir buradasınız? 2 il. 2 ildir. Yavaş nə qarsan mən gedib baxalım sana. Baş üstə. Nə qoyulub çaydan çöləkdən. Allah sizi var eləsin. Sağ olun. Heç nə qardaşım, elə dedim içəriyə baxaq eləyək. Allah sizləri var eləsin. Həmişə yerimizdə olmamızda. Orada Çınarın başında snapper yer çıxartdı. Onu da çəkəcək. Bax buradan döndü çıxır. Asfalta dönmür də. Bəli, bəli, düz. Tranzitlə Kəlbəcər Ağdərəyə gedə bilərsiniz. Portalaşdıra bilərsiniz. Gedin onu maraqlanın tranzitlə. Bu gün eləmək olar. Onu bu gün eləmək olmaz. Onun gərək Onu bir-iki gün qabaq çıxır. Deməlisən ki, açsınlar saat hardasa. Bu gün deyirsən saat 4-də 5-də açılır. Buranın vəziyyətinə baxın. Talış kəndinin əvvəlki yaşanılan yerləridir. Gəlirlər var, maşın kimsə. Evet, yəqin buralardır. Bu yəqin ki, qardaş dediyi həmin yerdir. Erməni snayperçisinin dayandığı yer olub. Əgər qaqa videoya baxırsansa, yəni altından yazarsan bu yeri deyirdin, yoxsa yox. Ağacın üstündə. Təsəvvür eləyin də, buradan üzü aşağı nəzarətdə saxlayırmış. Bura gəlmək belə maşından əl verməyəcək. İstədik ki, içərini də sizə göstərək. Dağılmış evləri burada vəziyyətli. Siz də dedim görəsiniz, baxasınız. Bax, maşınımız da bugünə düşdü. Palçığın içərisindədir. Yavaş-yavaş sür. Təkər partlasa adam da yoxdur. Deyək ki, bizə kömək eləsin. Doğrudan bu maşınla bura girmək olar. Yaxşı niva olaydı, daya olur. Qalxardıq yuxarı. Yuxarıya da baxardıq. Yəni, müharibə dövründə görün də buranı nə görə salıblar. Bu dağın üstündədir, yamacındadır. Yeni kənd isə buradan aşağıdadır. Burada artıq Talış kəndinin içərisidir. Böyük Qaydışın sakinləri. Böyle, bu da kəndin mağazasıdır, yəni marketdir. Aptek, market. Alo. Siz də burada marketdə işləyirsiniz? Dedim, mən də marketdə görüm. Marketdə işləyirəm, onun orada da. Maşallah var. Kənd cəmaatı buradan alıb-verir də. Hər bir şey var da burada. Çörək, produkt. Çirimiz çatan. Maşallah olsun. Al-ver eləyək də sonra. Bir dənə şey alaq. Allah şəhidlərimizə rəhmət eləsin. Bugün onların sayəsində bu torpaqlardayıq.